23-də uyğunluğu müəyyənləşdirin. Bizə şagird yönümlülük, inkişaf yönümlülük və pedaqoji prosesin tamlığı prinsipləri verilib. Baxırıq, birincidə deyir ki, şagirdlərin təhsil tələbatlarının ödənməsinə, onların istedadlarının reallaşmasına yönəlir. Şagird tələbatlarının ödənməsi, onların istedadlarının reallaşması, onların şəxsiyyətinin formalaşması, onların mənafeyinin müdafiəsinə yönəlmiş bizim pedaqoji tələbimiz, yəni pedaqoji prinsipimiz şagird yönümlülük prinsipidir. B variantında deyir ki, pedaqoji prosesdə təlim məqsədlərinin kompleks şəkildə həyata keçirilməsi. Ümumiyyətlə, təlim məqsədlərinin kompleks şəkildə həyata keçirilməsi, təhsil məqsədlərinin öyrədici, tərbiyə edici, inkişaf etdirici xarakter daşıması, bu uyğundur pedaqoji prosesin tamlığı prinsipinə aid. Bir misal çəkək. Fərz edək ki, müəllim şagirdlərə, mən bunun qeydini əvvəldə vermişdim. Fərz edək ki, biologiya dərsində və yaxud da kimya dərsində H2O-nun izahını verir ki, bu məsələ suyun formuludur. Bu suyun formulu necə yazılır, su necə alınır? Bunun izahını müəllim verir, lakin suyun insan həyatındakı rolu, onun faydası haqqında müəllim heç bir məlumat vermir. Bu zaman müəllim hansı prinsipi pozmuş olur? Pedaqoji prosesin tamlığı. Yəni, burada pedaqoji prosesin tamlığında bu prinsip həm şagirdlər üçün öyrədici olmalıdır, həm tərbiyə edici olmalıdır, həm inkişaf etdirici olmalıdır. Ona görə də həmin bu deyir ki, təlim məqsədlərinin kompleks, yəni ümumi şəkildə vəhdətlə əlaqəli şəkildə həyata keçirilməsi prinsipini bizdən soruşur. Bu da pedaqoji prosesin tamlığıdır. Sonra deyir, şagirdlərdə təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında perspektiv ehtiva edən tədbirlərin həyata keçirilməsi. Bu da inkişaf etdiricilik prinsipidir. Onun da izahında biz demişdik ki, sonda verilən rəydir. Fərz edək ki, müəllim görür ki, şagird orfoqrafik səhv eləyir. Müəllim yenidən orfoqrafiya mövzusunu şagirdlərə keçirsə, bu artıq inkişaf yönümlülük prinsipinə yönəlmişdir. Doğru cavabımız 1A, 2C, 3B, B variantı.